13-cü Qlobal Bakı Forumu çərçivəsində böhran içində çoxtərəflilik, qlobal əməkdaşlığa yenidən baxış mövzusunda panel sessiya keçirilib. Tədbirə Birlik Təşkilatının sabiq baş katibi Böyük Britaniya Lordlar Palatasının üzvü Patricia Scotland moderatorluq edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike Freybergə çoxtərəfliliyin ölkələrin qlobal və dünya əhəmiyyətli qərarlarda iştirak etmə imkanı olduğu diqqətə çatdırılıb. Burada həm böyük dövlətlər, həm də orta və kiçik ölkələr öz sözünü deyə bilərlər. Arzu edirik ki, hər bir xalqın hüquqları tapdalanmadan öz gələcəyində söz sahibi olmaq şansı olsun. Avropada bu sahədə bir çox nailiyyətlər əldə edilib. Biz də bu hədəf üçün çalışmalı və onu qətiyyətlə gözləməliyik, deyə o bildirib. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmiz üçün çoxtərəfliliyin böyük əhəmiyyətə malik olduğunu deyib. O, bunun yalnız müxtəlif qruplarda iştirakla məhdudlaşmadığını, həm də real fəaliyyətlərdə özünü göstərdiyini bildirib. Hacıyev eyni zamanda qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünə məxsus model ortaya qoyub. Biz uzun müddətli münaqişəni hərbi və siyasi vasitələrin kombinasiyası ilə həll etdik və bunun nəticəsində hazırda regionda faktiki sülh mövcuddur. Həm Ermənistan, həm də Azərbaycan gələcək sülh gündəliyinin necə gücləndiriləcəyi ilə bağlı parametrlər üzərində işləyir, deyə Hacıyev əlavə edib. Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığına diqqət çəkən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən məşvərət görüşlərinin tam hüquqlu üzvü qəbul edilib. Bu da göstərir ki, biz ortaq baxışlara malik ölkələrik və orta güc konsepsiyasına inanırıq. Slovakiyanın sabiq Xarici İşlər Naziri Yun Kubişinin sözlərinə görə, beynəlxalq ictimaiyyətin əksəriyyəti qaydalara, normalara və öhdəliklərə əsaslanan beynəlxalq nizam-intizamı qəbul edib. Yalnız bir neçə böyük güclər qəsdən qaydalara əsaslanan beynəlxalq nizamı pozur. Ona görə də biz bu psixoloji təzyiqin tələsinə düşməməliyik. O, beynəlxalq strukturlarla, institutlarla işləməyin önəmini vurğulayaraq, onlara daha çox legitimlik verilməsinin faydalı ola biləcəyinə diqqət çəkib. İndiki vəziyyətin çox çətin olduğunu vurğulayan Xorvatiyanın keçmiş prezidenti Kolinda Grabar-Kitarović beynəlxalq münasibətlərdə gücün mühüm rol oynadığını qeyd edib. Qaydaları lazımi şəkildə tətbiq etmirik. Coğrafi və əhali baxımından kiçik və böyük dövlətlərin üzərinə qaydalara riayət etmək düşür. Odur ki, bizə çoxtərəflilik və ona xidmət edən təsisatlar lazımdır, deyə o bildirib. Ekvadorun sabiq Xarici İşlər Naziri Maria Fernanda Espinosa öz növbəsində bildirib ki, biz elə bir dövrdəyik ki, çoxtərəflilik ciddi çətinliklərlə üzləşsə də, ona olan zərurət daha da artır. Çoxtərəflilik bizim ümumi amallar naminə necə əməkdaşlıq etdiyimizin göstəricisidir. Hazırda bu sahədə yaşanan böhran birbaşa siyasi iradə və liderliklə bağlıdır. Bizə qərəzsiz mövqe ilə seçilən, qətiyyətli liderlər lazımdır. Qarşımızda iqlim dəyişkənliyi və bərabərsizlik kimi mühüm vəzifələr dayanır. Əgər bu problemləri həll etməsək, görülən bütün digər işlər nəticəsiz qalacaq. Dünyada uzun müddətli münaqişələr və geosiyasi gərginliklər davam etdiyini diqqətə çatdıran Senegalın sabiq prezidenti Macky Sall iqtisadiyyatın zəiflədiyini, iqlim dəyişikliyi, səhiyyə, təhsil və texnoloji inkişafla bağlı qlobal çağırışların getdikcə daha mürəkkəb xarakter aldığını söyləyib. Avstriya Respublikasının sabiq Xarici İşlər Naziri Benita Ferrero-Waldner Avropa İttifaqı və bir çox digər təşkilatlarda qərar qəbulunun vaxt apardığını qeyd edərək bildirib ki, qruplar tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, dövlət-özəl tərəfdaşlığına və qeyri-dövlət aktorlarının iştirakına xüsusi diqqət yetirilməlidir.